Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, həmçinin izləyicilər. Mən Xanlar Meteorun təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla çox maraqlı demək olar ki, vaxtdan keçirik, zamandan keçirik. Ermənistanla Türkiyə nəqliyyat nazirləri görüşür və dəmir və avtomobil yollarının açılmasını müzakirə edirlər. Azərbaycan və Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına internet xəttini çəkir. Demək olar ki, artıq Azərbaycan istədiyinə addım-addım çatır və elə bu istiqamətdə istəyərdik ki, politoloq Züriyə Qarayeva ilə danışaq. Hər vaxtınız xeyir Züriyə xanım. Hər vaxtınız xeyir, xoş eşitdik. Qarşılıqlıdır. Ümumilikdə bu iki həm görüşü, həm də ki Azərbaycanın internet xəttini məhz Ermənistan üzərindən keçirdib Naxçıvana çatdırması məsələsini istəyərdik ki, şərh eləyək ayrı-ayrılıqda. İlk olaraq elə bu kabel xəttlərindən danışaq. Bəli, bu həqiqətən də az öncə sizin elə girişdə qeyd etdiyiniz kimi önəmli bir dönəmdə yaşayırıq. Çünki o qədər silsiləli şəkildə bizim önəmimizi, qüdrətimizi, gələcək üçün uğurlarımızın təməlini formalaşdıracaq bir hadisələr baş verir ki, diplomatiyamızın təntənəsini hər məqamda yaşayırıq ki, istər xarici qonaqların, rəsmilərin Azərbaycana səfəri çərçivəsində ölkəmizə, Azərbaycan prezidentinə olan etimad çərçivəsində həm mən bunu vurğulayıram, həm müxtəlif elə Azərbaycan-Ermənistan sülh quruculuğu prosesində keçirilən fərqli addımları, görüşləri, Türkiyə-Ermənistan normallaşmasını belə desək, ehtiva edəcək görüşləri şahidi ola bilirik ki, hesab edirəm ki, bu olduqca önəmli bir hadisələrdir və biz artıq birmənalı şəkildə deyə bilərik ki, sülh müqaviləsinin yekun bir sənədin imzalanması ərəfəsindəyik. Yəni, əlbəttə ki, müəyyən məsələlər var, onlar hüquqi müəyyən şərtlər tələb edir ki, öz həllini tapmış olsun. Bu məsələnin bir başqa tərəfidir, ancaq öz-özlüyündə həm Türkiyə nazirinin, Ermənistan naziri ilə dəmir yolu, avtomobil yollarının bərpasının, həmçinin Ani körpüsü istiqamətində işləri müzakirə etməsi, internet fiber xətlərinin çəkilməsi kimi hadisələr, sizin də qeyd etdiyiniz kimi, regionda həm təkcə yük və sərnişin daşınması deyil, həm də bir rəqəmsal bağlantının olmasından, bir müasir dövrün belə bir deyimi var, data tranzitinin mövzuda olmasından xəbər verir. Çünki biz tranzitin indiyə qədər ənənəvi üsullarından, ənənəvi formalarından, ənənəvi daşınmalarından danışmışıq. Ancaq dövr inkişaf eləyir, elm və texnologiyanın ən yüksək inkişaf səviyyəsinə biz gəlib çatmışıq. Bugün robotexnikanın necə dünyada tüğyan etdiyini və bütün sahələri əhatə etdiyini görürük. Ona görə də data tranzitinin qonşu ölkələr arasında bərpa olması, təmin olunması bu özü-özlüyündə əslində fundamental işlərdən xəbər verir. Yəni, bəlkə bir kiçik bir hadisə kimi bir, necə deyərlər, yəni böyük bir nəticələri bəlkə də gözə alınmadan danışıla bilər bu barədə. Ancaq mən belə hesab edirəm ki, bu kiçik addımlar əslində böyük addımların bir başlanğıcı rolunda çıxış edir. Bu həm də paralelində bir kommunikasiya təhlükəsizliyinin də gündəmə gəlməsi deməkdir. Yəni, Cənubi Qafqaz fiziki nəqliyyat dəhlizi olmaqla yanaşı, həm də bir növ bir rəqəmsal dəhlizə də çevrilə bilir. Təbiidir ki, ölkəmiz açısından Azərbaycan üçün əsas məqam burada bundan ibarətdir ki, bu proses günlərdə haqqında daha ciddi mənada bəhs etdiyimiz, yəni reallaşma potensialının daha ciddi bir çərçivəyə keçid olunduğu Zəngəzur, yəni artıq trip xətti deyilir. Həmin xəttin Bakı-Naxçıvan Türkiyə bağlantısının, eyni zamanda regional tranzit rəqabətinin artıq reallaşması deməkdir. Yəni, bu saydığımız layihələrin tərkib hissəsi kimi biz bunu qiymətləndirməliyik. Türkiyə-Ermənistan xəttinin bu yöndə açılması təbiidir ki, Azərbaycanı kənarda qoymur, əksinə Bakı, Azərbaycan tərəfi birbaşa bu prosesdə əsas tranzit rolunda çıxış edir. Əsas balans qurucu aktor mövqeyini gücləndirir. Ona görə də üçlü formada mən düşünürəm ki, bu əlaqələr formalaşır. Yəni,
Ermənistanla olan əlaqələr Azərbaycan və Türkiyənin birbaşa iştirakı ilə həyata keçmiş olur. Elə birbaşa Türkiyə-Ermənistan görüşünə, yəni müvafiq sahədə olan rəsmilərin görüşündən söhbət gedir ki, bu görüş də öz-özlüyündə göstərir ki, artıq Türkiyə-Ermənistan normallaşması konkret infrastruktur gündəliyinə keçir. İndiyə qədər hansısa sözlü formada, müəyyən danışıqlar formasında biz bu əlaqələr normallaşmanın şahidi olurduqsa, artıq elə Azərbaycan nümunəsində də, Türkiyə nümunəsində də biz görürük ki, konkret infrastruktur gündəliyi yaranmaqdadır. Nəqliyyat yollarının, kommunikasiya, internet xətlərinin müzakirəsi regionda sərhədlərin açılmasına, iqtisadi əlaqələrin canlanmasına və bugün dünyanın, xüsusən Avrasiya materikinin, çünki bu materiki ona görə xüsusən vurğuluyorum ki, bir çox cinahlarında, nöqtələrində müharibə alovlanmaqdadır. Ona görə də belə bir coğrafiyada yeni tranzit imkanlarının formalaşması baxımından hesab edirəm ki, böyük bir imkanlar yaradır. Yəni bu da sülhə, sabitliyə, təhlükəsizliyə verilən imkanlardır həm də. Nəzərə almaq lazımdır ki, necə ki o gərginliyin, konfrontasiyaların bir domino effekti ola bilir, o alovu kənar bölgələri də öz ağuşuna ala bilir. Məncə sabitliyin, təhlükəsizliyin də eyni formada bir domino effekti mövcud ola bilir. Hesab edirəm ki, bax bu bizim sərhədlərimizi çərçivələndirən bu yeniliklər bütövlükdə əhatəli regionda da sülhün, sabitliyin genişlənməsinə, dayaqlarının möhkəmlənməsinə şərait yarada bilər. Çox təşəkkür edirəm Züleyxa xanım. Növbəti sualım isə ondan ibarət ki, bayaq da siz öz çıxışınızda vurğuladınız ki, dünya liderlərinin, başqa ölkələrin liderlərinin Azərbaycana gəlməsi və xüsusilə cənab prezidentlə danışması bu böyük bir etimaddır. Təbii ki, dünən də elə Türkmənistan prezidentinin Qarabağ səfərinin şahidi olduq. Cənab prezidentlə birgə çox səmimi bir videolar gördük. Çox maraqlı bir görüntülərin şahidi olduq. İstər uşaqlarla olsun, istər digər olsun və Azərbaycanda, xüsusilə Qarabağda məscidin tikilməsi barədə bir tapşırıq verdi Türkmənistan prezidenti və bu bütün proseslər o deməkdir ki, artıq Türk dünyası Azərbaycanın ətrafında birləşir. Bəli, tamamilə doğrudur. Ümumiyyətlə biz suverenliyimizin təmin olunmasından, ərazi bütövlüyümüzün bərpa olunmasından sonra formalaşdırdığımız bir çox reallıqlardan hər zaman bəhs edirik ki, bu reallıqlardan da biri Türk dünyası coğrafiyasında əlaqələrin daha da genişlənməsi, dinamik çərçivədə münasibətlərin, əməkdaşlığın dərinləşməsində özünü göstərir. Elə bariz nümunəsi Türk Dövlətləri Təşkilatı çərçivəsində biz bu əlaqələrin necə inkişaf etdiyini görə bilirik. Mütəmadi bu təşkilat çərçivəsində zirvə görüşlər və qeyri-rəsmi görüşlərin keçirildiyini görə bilirik. Yəni bütün bunlar həm də Türk Dövlətləri Təşkilatının birbaşa BMT kimi fundamental təşkilatlarla belə eyni sırada duran bir təşkilata çevrilməsi, koordinasiyalaşmış bir təşkilata çevrilməsi də mən hesab edirəm ki, yenə də bizim bu bölgədə yaratdığımız reallıqlarla bağlıdır. Həmin formalaşdırdığımız siyasi konfigurasiya ilə bağlıdır. Bütün üzvlərlə bu danışdıqlarımızı əlaqələndirmək mümkündür. Həmçinin Türkmənistanla da. Bəllidir ki, Türkmənistanla, məsələn, digər ölkələrlə Qazaxıstan, Özbəkistan, Qırğızstanla mütəmadi dinamik çərçivədə olan əməkdaşlığımız mövcud olub, diplomatik münasibətlərimiz mövcud olub. Ancaq Türkmənistanla müəyyən geosiyasi reallıqlarla bağlı bəzən biraz dalğavari münasibətlərin olduğunu da biz görmüşük. Bəlli haqqında bəhs olunur. Sərdar yatağı ilə bağlı müəyyən bir dönəm hətta gərginlik də yaşanmışdı. Ancaq yenə də bu ölkəmizin hesab edirəm ki, diplomatik uğuru idi ki, biz həmin yatağın bugün dostluq yatağı adını almasına belə rəvac verə bildik. Belə bir siyasəti yürüdə bildik və belə bir məsələdə mövcud olan gərginliyi əksinə münasibətlərimizin inkişafına təkan verəcək bir impulsa çevirməyə bacardıq. Elə sualınızda da qeyd etdiyiniz kimi Qarabağ səfəri də bu çərçivədə dəyərləndirəcəyimiz, bu dediklərimizin bir uzantısı olacaq hadisədir. Önəmli bir prosesdir. Ümumiyyətlə, mötəbər qonaqların Azərbaycana gəlməsi və Qarabağı səfər etməsi özü-özlüyündə ciddi siyasi strateji mesajları daşıyacaq bir məsələdir. Azərbaycan dövləti, cənab İlham Əliyev birbaşa olaraq Qarabağda
köç prosesini, yenidən qurma prosesini, bərpa prosesini hər detalı ilə sanki nümayiş etdirir. Bizim həm də bir xalq olaraq belə bir xislətə sahib olduğumuzu, yəni dağıtmaq deyil, Qafqazın Xirosimasını hansı ki yaratmışdılar vaxt var idi həmin ərazilərdə, amma biz tamamilə nədən bugün dünyanın aparıcı, necə deyərlər, şəhərləri ilə belə müqayisə olunacaq şəhərləri yaratmağı biz bacarmışıq. Yəni o səviyyədən bu səviyyəyə biz bunu qaldırmağı bacarmışıq. Həm bunun bir beynəlxalq ictimaiyyətə deyərdim ki, təqdim olunmasıdır. Elə birbaşa Türkmənistan prezidentinin bu səfərindən söhbət gedirsə, əlbəttə ki, bunu da biz sadəcə sıradan bir protokol xarakterli hadisə kimi qiymətləndirməməliyik. Bu həm də bayaq da qeyd etdim, siyasi mesaj xarakteri daşıyır. Yəni Qarabağa səfər etməklə Türkmənistan tərəfi, rəsmi Aşqabad faktiki olaraq Azərbaycanın həm də ərazi bütövlüyünə və bölgədə həyata keçirilən bərpa quruculuq işlərinə dəstəyini nümayiş etdirir. Bax elə bir nümunəsini siz də qeyd etdiniz, o məscidin tikilməsi timsalında. Bunun həm bir fiziki təbii ki bir tərəfi varsa, önəmi varsa bərpa quruculuq işlərinə, ancaq deyərdim ki, həm də siyasi mesajı ehtiva edən tərəfi də mövcuddur. Yəni bu eyni zamanda Türk dünyası daxilində həmrəyliyin və qarşılıqlı etimadın möhkəmləndiyini, gücləndiyini göstərən bir addım kimi qiymətləndirilməlidir. Xüsusən digər müzakirə olunan məsələləri də göz önündə tutsaq, səfərin digər önəmi də onunla bağlıdır ki, nəqliyyat, logistika və enerji əməkdaşlığı bu növbəti mərhələdə daha da, bundan sonra daha da güclənmiş olacaq. Yəni, Azərbaycan və Türkmənistan bilirik ki, Xəzər əhatəsində yerləşən ölkələrdə Xəzər hövzəsinin iki mühüm enerji ölkəsidir. Qarabağda həyata keçirilən infrastruktur layihələrinin yerində nümayiş etdirilməsi, gələcək investisiya və iqtisadi əməkdaşlıq imkanlarının müzakirəsi baxımından da təbii ki, bu önəmlidir. Yenə qayıtsaq Xəzər hövzəsi məsələsinə, Xəzər üzərindən tranzitin Bakı-Türkmenbaşı xətti üzrə tranzit imkanlarının gücləndirilməsini biz növbəti mərhələdə müşahidə edə bilərik və bütün dediklərimizi belə yekunlaşdırardım ki, bu səfər həmçinin Bakı-Aşqabad münasibətlərinin xüsusən son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və yaxud da bundan sonra daha möhkəm dayaqlarla yüksələcəyinin təsdiqi oldu. Çox təşəkkür edirəm Züreyya xanım. Mən təşəkkür edirəm, siz sağ olun. Və Gündəm Qarabağ verilişi bununla yekunlaşır. Politoloq Züreyya Qarayeva ilə danışdıq. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə qalın. Sağ olun, salamat olun.